üçün ilk rəsmi danışıqlar klasterinin açılmasını təsdiqləyib. Amma Macarıstanın yeni hökumətinin veto hüququndan istifadə etməsi ilə onların Avropa İttifaqına üzvlük məsələsi yubanıb. Macaristan'ın eski başbakanı Viktor Orban ile Magyar her ne kadar ayrı bir politika izliyor gibi gözükse de aslında aynı politikayı izlediğini söylemek mümkün. Avrupa Birliği ile ilişkileri düzeltmek isterken aynı zamanda Ukrayna'nın üyeliği konusunda daha sıkı koşullar uygulamasını sağlıyor. Macaristan da bunun mali sonuçlarından çekiniyor. Yani ekstra bir külfet olarak. Savaş devam ederken üyelik aslında Budapeşte için, yani savaş halindeki bir ülkenin hızlandırılmış üyeliğinin Avrupa Birliği'nin aslında doğrudan Rusya-Ukrayna çatışmasının içinde çekebilecek iddiası var. Maraqlıdır ki, Magyar ilk danışıqlar klasterinin açılmasına qarşı çıxmayıb. Lakin indiki addımı onun siyasi baxışının dəyişməsini göstərir. Magyarın bu məsələyə niyə ehtiyatlı yanaşdığı da sual altındadır. Lakin onun Avropa Şurasının iclasından öncə verdiyi kimi çıxış etmək istəmir. Əslində Ukraynanın sürətli şəkildə ittifaqa üzvlüyünü Fransa və Almaniya da dəstəkləmir. Hətta Berlin Kiyevə assosiativ üzv statusunun verilməsini təklif eləyib. Bu, Ukraynaya ittifaq liderlərinin və nazirlərinin iclaslarına qatılmaq imkanı yaratsa da, səs vermə hüququ vermir. Həmçinin bu statusla blokun ümumi büdcəsinə çıxır. Ancaq Ukraynanın digər müttəfiqləri onun tam der. Macarıstanın yeni siyasəti isə hazırda balans yaratmağa yönəlib. Budapeşt Brüssellə münasibətlərini normallaşdırmaq və Avropa daxilində